Xoş gördük əziz dinləyicilər. Ukrayna-Rusiya ərazisində məhz Starlink peyklərinin bağlanmasından sonra Ukrayna ordusunun ciddi bir hücuma keçəcəyi gözlənilirdi və bunun nəticəsi olaraq bu günlərdə Zelenski bildirdi ki, artıq 300 kvadrat kilometrdən çox ərazi azad edilib və bu da Rusiyanın nə qədər bərbad bir bağı olduğunu, rasiya bağı olduğunu, əlaqə bağı olduğunun göstəricisidir. Və bununla yanaşı, həm də bu günləri Ukrayna Rusiyanın dərinliklərinə vurduğu zərbələr dayanmır və hər gündə daha effektiv zərbələrlə biz bunun şahidi oluruq. Bu günlər isə uzaq Udmurtiya ərazisində Rusiyanın ballistik raketləri olan məhz İskəndər M və Xıncal raketlərinin istehsal etdiyi ərazi vurulub. Yəni o ərazilər vurulub, yəni İskəndər M-lər də demək ki, getdi işinin dalıca. Və bununla bərabər biz indiyənə qədər Rusiyanın hər bir şeydə bir adekvat cavab verdiyini, sanki o küçə adamları kimi cavab verdiyinin şahidi olmuşuq. Bilirsiniz, artıq Avropadan mən sizə məlumat verdim ki, Kaja Kallas'da Rusiya ilə artıq əmr vəziyyətində danışır ki, sən oradan da çıxmalısan, digər ərazilərdən də çıxmalısan, öz nüvə silahlarını Belarusiya ərazisindən çıxartmalısan. Yəni bu artıq Avropanın da kifayət qədər bir gücə sahib olduğunu və diktə ilə danışdığının şahidi olduğu belə bir vəziyyətdə isə Putin həmişə bu insanın qarşısına kimi çıxardır? Heç vaxtı içkidən başı ayılmayan Medvedev çıxardı. Medvedev də çıxdı, bir küçə adamı kimi cavab verdi ki, bilirsiniz, heç Kaja Kallas'a cavab da vermirlər, heç Kaja Kallas'ı içəridə ciddi də saymırlar. Bu bütün avtoritar dövlətlərə yaraşan bir məsələdir. Həmişə avtoritar ölkələr bu cür rəqiblərinə cavab verməyi, mənasız, öz xalqını aldatmaq üçün nəzərdə tutulan, biz də cavab verdik deyə. İkinci isə, bilirsiniz, artıq Rusiya ordusunun nə qədər itki verməsi barəsində, artıq 1.300.000 itki verməsi barəsində uzun müddətdir ki, bütün dünyanın özünə hörmət edən mətbuatları bu barədə bildirirlər. Və bu günlər isə Rusiya indiki Ukrayna barəsində bu açıqlamalar verib və bildirib ki, Ukraynada indiyənə qədər 1.500.000 insan itirib və bu Ukraynanı çox sərra, çox əziyyətli bir duruma salır və Ukraynanın gücünü onun əlindən alır. Əlbəttə, Ukrayna da itki verir. Ukrayna zaten itkisi az olması üçün müdafiədədir. Amma mənim demək istədiyim məsələ bundan ibarətdir ki, bugün Rusiyanın verdiyi cavablar həmişə arxadan gələn cavablardır. Ukraynanın verdiyi cavablara bilmir necə cavab versin və bu cür küçə uşaqlarının dili ilə cavab vermək zorunda qalır. Bu da əlbəttə bizə onu göstərir ki, Rusiya məsələsində, Rusiya-Ukrayna cəbhəsində vəziyyət getdikcə Rusiyanın əleyhinə əlbəttə kritikləşir. Biz bunu illərdir deyirdik və bugün mən düşünürəm ki, artıq o vəziyyətə gəlib çatmışıq ki, bundan o tərəfəsi yoxdur. Uzun müddətli müharibəni aparmaq artıq həqiqətən çətinləşir. Mən düşünürəm, Rusiyanın artıq heç bir imkanı qalmır. Məcburən bugünkü olan ərazilərdə atəşkəsə getməyə məcbur olacaq. Təşəkkür edirəm.